Mənim günümə düşmək istəmirsinizsə bu iki məhsulu almayın. Rəyləri oxumuşdum, ancaq düşünmürdüm ki, lap bu dərəcədə bu nəticə verə bilər. Bu Trendyolda viral olan və satış rekordunu qıran qaş və kiprik uzadan serumlardır. Çox yaxşı rəyləri var idi və dedim mən də bunları alım sınayım. Sınadım və dəhşətə gəldim. Bir aydır hər gün qaş və kipriklərimə tətbiq edirdim. Və fikir verdim ki, qaş və kirpiklərim işıq sürətində buzanmağa başlayır. Real nəticəni göstərmək üçün onlara dəyməməyə çalışırdım. Ancaq dözmürdüm çünki qaşlarım çox uzanırdı və biraz qayçılı onları qısaltmalı olurdu. Bəzən də lazım olmayan yerlərdən qaşlar çıxırdı. Yəni də əsəblərim dözmürdü və onları dartıb qopardırdı. Bilmirəm videoda görünəcək ya yox, kirpiklərim isə 2, 3, 4 cərgə belə çıxmağa başlayır. Yəni çox gurulaşır. Ən sevindirici hal odur ki, tökülmələri dayanır. Bəli, mən istirdim qaş və kirpiklərim qalınlaşsın, gurulaşsın. Ancaq lap bu dərəcədə yoxdur. Lap Brejnevə oxşadım. Deyim sizə, serumların tərkibi də çox yaxşıdır, natural yağlardan ibarət. Bir də bu firmanın digər populyar məhsulunu da almışam. Gözaltı qırışlara və kölgələrə qarşı krem. Bu kremin effektini çox bəyəndim. Tətbiq edəndə soyuducu effekt verir və doğrudan da dərini yaxşı nəmləndirir, dəri rəngini açır. Burada qırışlarda görünməz edir. Hamısının linkini storydə paylaşacağam.